Allah'ın dostu İbrahim Aleyhisselam Allah'tan bunu istemişti. Biz de bunu istemeliyiz. Ne demişti? Mənə sonrakiler arasında doğru dürüst bir ad, gözəl xatirə qismət elə. Yəni mən dünyadan köçəndən sonra mənə gözəl bir ad qoy ki, yaxşı əməl ki, məndən sonra insanlar məni xatırlasın, yəni məni xeyirdə məni xatırlasınlar, xeyir işlərdə mənə tabi olsunlar. Bunu biz dua edə bilər, Rəbbimizə dua edə bilər. İbrahim Aleyhisselam istemişti. Allah da onun isteğini verdi. İbrahim Aleyhisselam'ı tanımayanlar yok. Ne diyor Allah Teala? Sonrakiler arasında ona bir ad koyduk diyor. Yadigar koyduk diyor. Salam olsun İbrahim'e. Saffat suresi 108-9. ayet. La ilahe illallah. Ona göre mesele uzun ömürde değil. Mesele hansı əməl sahibisən, hansı əməlləri qoyub gedəcəksən və insanlar sonra səni necə xatırlayacaqlar? Eğer gözəl işlərlə xatırlayacaqsa insanlar səni, xoş sənin halına. Buna görə də xoş o kəsin halına ki, Allah insanların qəlbində ona gözəl xatirə, yaxşılıq, yad edilmək və səxavət, xeyirxahlıqla xatırlanmaq payı nəsib etmişdir. Bir yaxşı iş görərsən, kasıba yardım edərsən, bir tələbəyə yardım edərsən, oxudarsan və s. bir xəstəyə yardım edərsən, Allah da sənin bu əməlini yaşadar. İnsanlar səni gözəl xatırlayar və sən ölüb gedəndən sonra 100 illər sonra sənə dua edərlər. Bəlkə 1000 illər sonra sənə dua edərlər.